birinci bölməyə başlayırıq. Yəni, bir növ biologiyaya girişə baxdıq. İndi bölməyə baxırıq. Birinci bölməmiz hüceyrə və orqanizm bölməsidir. Bizi əhatə eləyən hər şey, torpaq, hava, su, digər canlılar, bunların hamısı təbiətdirlər və təbiətdə canlılarla cansızlar bir-birinə qarşılıqlı əlaqədə yaşayırlar. Onların ayrı-ayrı da mövcudluğu isə qeyri-mümkün. Yəni, nə cansızlar öz başına yaşayıb gedə bilməz, nə də ki, yəni yaşayıb deyəndə, yəni cansızlar var ola bilməz, canlılar da cansızlarsız yaşaya bilməzlər. Yəni, torpaq olmadan, su olmadan, hava olmadan yaşamaqları mümkün olmaz. Məhz bitki sizə nəyi göstərir? Bitki deyir, təbiətin bir hissəsidir və günəş olmasa, günəş bir cansız amildir. Günəş olmasa canlılar ölərlər. Yəni, bütün canlı ölər. Tək bitki yox, bütün canlılar ölərlər. Məhz burada, deməli, Fiuranın adını çəkir. Fiura nədir? Məhz deyir ki, qayalı sahil sularında yaşayan oturaq dəniz heyvanı Piura və quraqlıq ərazilərdə bitən bitki Litop daşa bənzəməsi ilə diqqəti cəlb edir. Bu xüsusiyyətinə görə onları canlı daş da adlandırırlar. Məhz bunun, belə deyək də, adlarını öyrənmək vacibdir. İndidən deyirəm, bax, Piuradır, Litop. Hə. Bunlar nədirlər? Necə bir canlıdırlar? Bunları öyrənməyiniz vacibdir və bunu niyə görə verir sizə? Demək istəyir ki, yəni cansızlar da canlılara, canlılar cansızlara bənzəyə bilirlər. Məsələn, mərcan polipləri məhz mərcan polipləri özləri nədir? Canlıdırlar. Onlar yaşayırlar suyun altında, özlərini sualtı daşa, qayaya bənzədirlər, düşmənlərindən qoruyurlar, özlərini bənzədə bilirlər. Amma bu qayalı sahil sularında yaşayan Piura dəniz heyvanıdır. Məhz quraqlıqda bitən bitki olan Litopsa özün əməli başlı daşa bənzədir və bu formada yaşayır. Baxın, canlı daş heyvanla canlı Hə. daş bitkini göstərib yuxarıda şəkillərdə bənzəyirlər, belə deyək. Gəlirik indi bizim əsas dərsimizə, əsas hissəmizə. Deyir ki, canlıların əsas xüsusiyyətləri nələrdir? Yəni, canlını cansızdan fərqləndirən xüsusiyyətlər nələrdir? Təbii ki, cansızlar neynəmir? Cansızlar hərəkət eləyə bilmir. Baxın, cansız hərəkət eləyə bilmir. Cansız qidalanmır. Cansız tənəffüs etmir. Cansız çoxalmır, böyümür, inkişaf eləmir, ifrazat eləmir, qıcıqlanma eləmir. Bunların hamısını həyata keçirdən nədir? Canlılar. Canlı dediklərimiz hər kəs bunu həyata keçirdir. Bəs hamısını mı birdən həyata keçirdir? Yox. İstisnalar var. Elə canlı var ki, onlarda məsələn, deyək ki, qidalanma yoxdur. Məsələn, onlar qidalanmırlar. Buna görə də tez ölürlər. Və yaxud da tənəffüs eləməyən varmı? Var. Məsələn, askarit var. Askarit bağırsaqda yaşayan bir qurddur. Onlar tənəffüs eləmirlər. Yəni, oksigen zad lazım deyil onlara, bağırsaqda yaşayır. İstisnadır. Amma bu demək deyil ki, askarit canlı deyil. Canlıdır. Çünki onun qıcıqlanması var, böyüməsi, inkişafı, çoxalması, digər hissələri var. Sadəcə ki, tənəffüsü yoxdur. Hər hansısa biri, yəni, olmaya bilər. Amma sırf bir canlı haqqında danışacaqsa, deməli, onun əsas xüsusiyyətləri olmalıdır. Əsas xüsusiyyətlər də nədir deyilsə, hərəkətdir, qidalanmadır, tənəffüsdür və s. Sonra, deməli, gəlirik bunların ayrı-ayrılıqda bunların nə olduğunu deməyimizə. Birinci danışacağıq nə haqqında? Təbii ki, hərəkət haqqında danışacağıq. Baxın, dediyim əlavə fikirləri mütləq yazırsınız və əzbərləyirsiniz bu arada, onu da deyim. Məsələn, heyvanlarda hərəkət, yəni aktiv hərəkətdir. Məsələn, nə olur? Sualtı canlılar üzərək hərəkət eləyirlər. Delfinlər məsələn hərəkəti üzməklədir. Dovşanlar tullanaraq hərəkət eləyirlər. İlanlar sürünərək hərəkət eləyirlər. Sonra quşlar uçaraq hərəkət eləyirlər. Hərəsi bir cür hərəkət formasına malikdir. Bəs bitkilərdə hərəkət varmı? Bəli, bitkilərdə hərəkət var. Deməli, heyvanlarda həm hərəkət, həm də deməli var, yer dəyişmə. Yer dəyişmə. Yəni nə deməkdir bu? Yəni canlı yerin dəyişir də. Məsələn, ilan buradaydı, sürünür gedir, durur burada. Və yaxud da ki, delfin burada üzürdü, indi gəlir üzür burada. Yerin dəyişir. Amma bitki neynəmir? Bitki durub harasa getmir. Buna görə də biz bitkilərdə deyirik, hərəkət var, amma yer dəyişmə yoxdur. Bu da söhbət ibtidailərdən getmir. İbtidai bitkilərdə hətta yer dəyişmə də var. İndi adlarını çəkəcəm. Bitkilərin günəşə qarşı verdikləri bu cavab reaksiyasına biz hərəkət deyəcəyik. Hansı ki, bu nədir? Yəni, necə hərəkət eləyəcəklər? Biz dibçəkdə gülü qoysaq pəncərənin ağzına, görəcək ki, yarpaqları günəşə sarıdır. Evdə də baxa bilərsiniz, məktəbdə, sinif otağında müşahidə eləyə bilərsiniz bunu. Baxırıq ki, hamısı günəşə baxırlar. Sonra gəlirik, gülü çeviririk. Üzün çeviririk otağa sarı. Üstündən bir müddət keçir, belə deyək də,
bir üstündən 15 gün keçir, 1 ay keçir. Gəlib həmin bitkiyə baxanda görsən ki, yarpaqlar yenə günəşə çevrilib. Bu canlının günəşə qarşılığı verdiyi cavab reaksiyasıdır, qıcıqlanmadır. Buna biz deyəcəyik nə? Tropizm. 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 Mütləq adını yazacaqsınız dəftərinizə, dərsi bir daha atacağam sizə. Bir daha baxacaqsınız və adlarını qeyd eləyəcəksiniz. Bunu bilməyiniz vacibdir. Bu tropizmdir. Bir də var, məsələn, xlamidaman adda bir yosundur. Kiçik bir yosundur, belə armuda oxşuyur. 2 dənə də belə deyək, qamçısı var. Bu qamçı ilə üzə bilirlər onlar suda və onlar harda işıq görürlərsə, üzüb ora gedirlər. Və bu adlanır taksis. Yəni, bitkidə nələr var? Tropizmdə taksis var. Onlar hərəkət həyata keçirdə bilirlər. Bu hərəkətlər sayəsində də onlar deməli, uyğunlaşıb yaşaya bilirlər istənilən mühitdə. Bu oldu nə? Bu oldu bitkinin hərəkəti. Yadımızdan çıxartmırıq. Qıcıqlanma və hərəkət eyni anda baş verir bitkidə. Qıcıqlandığı zaman nə edir? Cavab reaksiyası göstərir. Həmin bu cavab reaksiyası da tropizm və taksisdir. Bundan başqa küstüm otunu bəlkə də görərsiniz. İndi günəşə qarşı olan reaksiyanı bildik. Küstüm otu barmağımızı vuran kimi bitki yarpaqların hamısını yığır, büzür, saxlayır bir yerdə. Bu da tropizmdir. Bədəninin müəyyən bir hissəsini hərəkət elətdirirsə tropizmdir. Bütövlükdə bədəni yerini dəyişirsə, bu olur taksis. Sonra, deməli, gəlirik hara? Gəlirik məhz qidalanmadan danışacağıq. Hər bir bitkinin qidalanması var. Qidalanma vacib amillərdəndir. Yaşamaq üçün qidaya ehtiyac duyulur. Çünki qida nə verir? Enerji verir. Çünki qida nə verir? Enerji verir. Enerji olmasa heç bir canlı fəaliyyət göstərməz. Necə ki, maşına benzin tökməsən fəaliyyət göstərməz. Eləcə də insanlar enerjisi olmasa fəaliyyət göstərməz. Kipriklərimizi qırpmağımıza belə bizim enerji sərf olunur, enerji lazım olur. İndi bitkilərdə enerji hardan gəlir, necə yaranır, qidalanma necə baş verir, onunla bağlı danışaq. Belə ki, məhz bitkilərdə gedən proses adlanır fotosintez. Fotosintezi keçmisiniz, yəni belə deyək də, təbiət dərsində fotosintez haqqında danışmışıq. Deməli, fotosintez dərsində nəyə görürük? Fotosintez dərsində biz görürük ki, bitki günəşdən gələn şüalarla, yəni enerji mənbəyi kimi günəşdən gələn enerjini götürür. Sonra öz yarpaqlarında, yaşıl gövdələrində fotosintez eləyir. Torpaqdan suyu alır, havadan isə məhz karbon qazını alır və bunu birləşdirir, özünə qida hazırlayır. Bu olur məhz bir növ bitkinin qidalanması. Düzdür, bu şəkil bitkinin hərəkətinə yönəlik olan bir şəkildir. Amma biz bunu qidalanma üzərindən izah elədik. Bu oldu nə? Fotosintez prosesi, bitkinin qidalanması. Heyvanlar da qidalanırlar. Heyvanlar da qidalanmasına görə biz onları ayırırıq hansı hissələrə. Deməli, deyirik ki, təbiətdə var herbivorlar, var kornivorlar, var omnivorlar. Nə deməkdir mənim bu dediklərim? Deməli, burada yoxdur. Deməli, herbivor nədir? Herbivor, kornivor və deməli, omnivor. Bu anlayışlar nə deməkdir? Herbivor bitki yeyənlərdir. Bitki yeyir. Məsələn, inək, qoyun, keçi, at, eşək. Bunlar bitki yeyirlər. Kornivorlar yırtıcıdır. Yəni, nə yeyirlər? Ət. Ət yeyirlər. Məsələn, şir, pələng, it, pişik. Bunlar olurlar ət yeyən. Omnivorlar isə olur hər şey yeyənlər. Hər şey yeyən. Yəni, məhz biz özümüz də hər şey yeyən omnivor hesab olunuruq. Çünki ət də yeyirik, sonra bitki də yeyirik. Hər ikisindən qidalanırıq. Bu olur məhz omnivor canlılar. Və hazır qidalarla qidalanan canlılardılar heyvanların əksəriyyəti. Yəni, bu nə deməkdir? Çünki heyvanların qidalanmasına, bitkilərin qidalanmasına baxanda qidalanmanın 2 növünü görürük. Avtotrof qidalanma, bir də heterotrof. Heterotrof qidalanma. Deməli, avtotrof və heterotrof qidalanma, belə desək, nədir? Avtotrof özü-özünə qida hazırlayanlardır. Bax, bu bitki bayaqların burada izah elədim fotosintez prosesini. Bu olur nə? Olur avtotrof.
Amma heterotrof bax bu heyvanların yedikləridir. Hazır şəkildə gedirlər, istənilən canlını tuturlar, onu yeyirlər. İstir bitki yesin, istir heyvan yesin, fərqi yoxdur. Yenə də hər hansısa bir canlı ilə bir ətlə qidalanırlar, bir otla qidalanırlar. Bu heterotrof hazır qida qəbul etmə prosesidir. Sonra deməli gəlirik biz canlılarda tənəffüs prosesinə. Canlılar tənəffüs həyata keçirdirlər. Belə ki, yaşamaq üçün oksigenə ehtiyac duyurlar. Yəni onların bədənində enerji yaransın deyə həmin o oksigen deyək ki, tənəffüsdə udulur. Sonra oksigen gedir hüceyrə səviyyəsində qida maddələrini parçalayıb enerji hazırlayır. Yəni biz əbəs yerə nə qida qəbul eləmirik, nə də oksigen qəbul eləmirik. Qida üstə gəlinsin oksigen nə yaranır? Bərabərdir enerji. Bu sxem yadınızdan çıxmasın. Yəni qida oksigenlə birləşir və nə yaradır? Enerji yaradır bizim üçün. Sonra canlılarda çoxalma. Çoxalma nədir? Canlılarda çoxalma, yəni saylarının artması. Hər bir canlı özünə oxşar nəsil törətmə qabiliyyətinə malikdir və bunun sayəsində də bugünkü gündə yer kürəsində canlılar yaşaya bilirlər, qala bilirlər. Əgər çoxalma prosesi olmasaydı, yer üzərində canlı örtüyü qala bilməzdi. Bəs böyümə nədir, inkişaf nədir deyə baxsaq, böyümə ilə inkişaf fərqli-fərqli anlayışlardır. Böyümə əsasən deməli kəmiyyət və keyfiyyət dəyişikliyidir. İnkişaf isə sadəcə keyfiyyət dəyişikliyidir. Yəni böyümə zamanı insan boy atır, onun ölçüləri böyüyür, çəkisi böyüyür. Deməli inkişafda isə gedir. Yəni qalan bir şey deyil. Bütün ömrü boyu davam edən bir prosesdir. İnsan doğulandan ölənə qədər inkişaf edir. Böyümə isə müəyyən dövrü əhatələyəcək. Bəs burada bitkinin böyüməsini görürük. Görürsünüz, toxum neyniyir? Toxum yavaş-yavaş cücərir, inkişaf elədikcə həmin bitkinin boyu da artır, inkişafı da fərqlənir. Yəni burada həm kəmiyyət dəyişikliyini, həm keyfiyyət dəyişikliyini görürük. İnkişafsa yenə təbii ki, bu toxumdan bu formaya gələnə qədər onun içərisində inkişaf gedib, ölçüləri böyüyüb, gövdəsi qalınlaşıb, inkişaf da uzun müddətli davam edir və belə desək, bundan sonra da davam eləyəcək. Bir də məhdud böyümə prosesi nə deməkdir? Elə canlılar var ki, məhdud böyüməyə sahibdir. Məsələn, biz özümüz məhdud böyüməyə sahib canlılarıq. Yəni boy ata-ata getmirik də, müəyyən bir boy limitimiz var. O limitdə gəlib dayanırıq. Sonra burada qurbağanı görürük, qurbağanın inkişafı. Burada nəyi görürük? Görürük ki, kürlərini töküb, kürlərindən balaca çömçə quyruqlar çıxıb. Bax, bu çömçə quyruqdur. Sonra bu çömçə quyruq çevrilir yavaş-yavaş nəyə? Qurbağa balasına. Sonra isə yetkin qurbağaya keçid eləyəcəklər. Yəni, unutmuruq bunların adlarını. Nədir bunların adı? Bu çömçə quyruqdur, bu kürüdür, bu da yetkin formadır. Sonra pişikləri də göstərib, bax, pişiklərin balalarını göstərib, özlərini göstərib ki, balalar da böyüyüb, sonradan böyük pişiyə çevriləcəkdir. Bəli, müəllim. Gəldik ifrazatla qıcıqlanmaya. İfrazat nədir? İfrazat hər bir canlı öz bədənində əmələ gələn lazımsız maddələri bədənindən kənarlaşdırmalıdır və buna da ifrazat deyirlər ki, ifrazat həm bitkilərdə var, həm heyvanlarda var, bütün canlılarda var. İndi bitkilərdə ifrazat necə olur desək, onların nektarları var, nektarları. Məsələn, biz belə deyək də, hər çiçəyin öz qoxusunu bilirik. Nərgizin öz qoxusu var, qızılgülün öz qoxusu var, lalənin öz qoxusu var. Yəni, bunlardan istir qəşəng olsun, istir pis olsun, fərqi yoxdur bu. Yəni, onun qoxusunun əmələ gəlmə səbəbi nədir? Əslində nektarlarına yığılan şirədir ki, həmin bu onlara qoxu verir. Həmin onda baş verməsi ifrazat sisteminin işidir. Qıcıqlanma nədir? Qıcıqlanma isə canlının xarici mühit təsirinə qarşı verdiyi cavab reaksiyasıdır. Səsə, görüntüyə, qoxuya, dada qarşı verilən cavab reaksiyasıdır canlılarda. Bitkilərdə də var, heyvanlarda da var. Məsələn, gördüyümüz kimi bitkilərdə nə olacaq? Bu küstüm otunun şəklidir. Biz əl vuran kimi bütün yarpaqlarını yavaş-yavaş yığmağa başlayacaq. Bayaq bunu izah elədim. Tropizm dedim buna. Məsələn, insandır. Kaktusa əlin vuran kimi tez neynir? Geri çəkir. Bu da məhz heyvanlarda, insanlarda rast gəlinən qıcıqlanmaya misaldır.
Gəlirik bax burada tapşırıqlara. Tapşırıqlar hissəyə xüsusi diqqət edirik, çünki tapşırıqlar hissədə çox vaxt əlavə məlumatlar verirlər. Xüsusən də öyrəndiklərinizi tətbiq edin hissələrində. Uyğunluğu müəyyənləşdirin. Uyğunluğu müəyyənləşdirmək nə deməkdir? Yəni qidalanmaya aid olan hansıdır? Məsələn, deyək bu, it yemək yeyir. Hərəkətə nə aiddir? Hərəkətə aiddir məhz atın qaçması. Sonra qıcıqlanmaya nə aiddir? İnsan əlini bax şama vurur, bu qıcıqlanmadır. Böyümə inkişaf isə məhz bu birinci şəkildir. Gördüyümüz kimi tırtıl olur, tırtıl çevrilir, pup olur. Pupun da içindən nə çıxır? Kəpənək çıxır. Bu da onun inkişaf sxemidir əslində. Yəni birinci oldu nə? Böyümə inkişaf, ikinci oldu qidalanma, üçü oldu hərəkət, dördüncü oldu qıcıqlanma.